Həcmi A millimetr kubdur insan. Spermasında olan spermatozoidlərin minimum sayı 60 milyondur. Qanında eritrositlərin maksimum sayı milyardına verib və deyir X-i hesablayın. Tamam, X-i hesaplamaq üçün nə edirik biz? Biz birinci bilməliyik ki, bizim 1 kub santimetr 1 santimetr kub spermada nə qədər spermatozoid olurdu? Minimum dediği için 20 milyon. 20 milyon. 20 milyon olur. Burada 60 milyon veribdi. 60 milyon ne kadar olar? X tapaq buradan. X bərabərdir 3 santimetr kub tapa bilərdik biz burada. Və bu insanda eritrositlərin maksimum miqdarını soruşur. Bu insanda yani 3 kub santimetrede. Biz bunu bilirik ki 1 milimetrin kubunda yerləşir eritrositlər 5 milyon. 5 milyon olur. Qeyd edək. 5 milyon eritrosit vardı. Tamam. 3 santimetr kubu çevirsək milimetrin kubuna 3000 eləyəcəkdir. 3000 milimetrin kubunda da x olar. Tamam, x de taparıq buradan. 3'ü 5'e 15 eder. Orada da vuraq 10 üstü 9 olar. Deməli, bu da milyard. Tamam, x milyard verdiği için milyarda da 15 milyard qeyd edə bilərik.